Azərbaycanda terror hazırlığında təqsirləndirilən Abdullah Akifoğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə Sumqayıt şəhərində yaşayan İŞİD Xorasan terror təşkilatına bağlı olan 18 yaşlı Abdullah Əliyev Bakı Dağ Yahudiləri sinaqoquna qarşı terror aktı həyata keçirməyə planlaşdırıb. O 2024-cü ilin dekabrın 28-də avtomobillə sinaqoqa yaxınlaşıb. Daha sonra Molotov kokteyl və digər silahlı qismində istifadə etmək istədiyi əşyalarla sinaqoqa hücum etməyə hazırlaşıb. Abdullah Əliyev sinaqoqa hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat zamanı onun üzərindən və avtomobilindən silahlı qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb. Müttəhim Abdullah Əliyev ittiham üzrə özünü təqsirli hesab etməyib. O bildirib ki, hadisə baş verən zaman anlıqsız vəziyyət olub. Məhkəmənin növbəti icrası iyulun 14-nə təyin olunub. Qeyd edək ki, Abdullah Əliyev Cinayət Məcəlləsinin 28-ci maddənin 214.2.1 terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birliyi tərəfindən törədildikdə, maddə 28.214.2.3 terrorçuluq, odlu silahdan və silahlı qismindən istifadə olan predmetdən istifadə etmək törədildikdə, maddə 28.214.2.6 terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminindən törədildikdə, maddə 218.2 cinayətkarla birlikdə təşkilatda, habelə mütəşəkkil dəstənin təşkilatçıların, rəhbərlərin və ya sair nümayəndələri ilə birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilir. İzləyici deyil, dost qazanırıq. Abunə ol və bizə qoşul.